Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Salam, hörmətli Araz News radiosunun dinləyiciləri. Gündəm verilişinin yeni bölümü ilə sizin görüşünüzdəyik. İranın çağdaş tarixində özəlliklə də son illərdəki geniş ictimai etirazlardan sonra edam məsələsi hüquqi bir çərçivədən çıxaraq hakimiyyətin siyasi və əmniyyəti sübatını qorumaq üçün ən çox əl atdığı sərt yöntəmə çevrilib. Amma bugün söz dönəmi daha da dəyişib. Son aylarda əmniyyəti baskıların və ağır hökmlərin üzü Azərbaycana doğru çevrilib. Təbrizdən İrfan Şüşrizad və Qoşaçaydan Yaqub Kərimpur kimi milli fəalların pərvəndələri indi toplumda yeni bir narahatlıq və ciddi sorğular yaradıb. Cumhuriyet İslami Azərbaycanda yeni bir əmniyyəti model icra edirmi? Bu ağır cəzalar toplumu susturmaq üçündür, yoxsa dövlət ilə xalq arasındakı uçurumu daha da dərinləşdirəcək? Bu verilişdə İranda edam siyasətinin arxa planını və onun Azərbaycan üzərindəki yeni dalğalarını təhlil edirik. Bizimlə qalın. Son illərdə İran İslam Cumhuriyyətində edam cəzası məsələsi yenidən iç siyasət və uluslararası ilişkilərdə ən çox danışılan və tartışılan konulardan birinə çevrilib. Bu məsələnin hüquqi ya da qəzai yönündən çox daha geniş bir siyasi, ictimai və əmniyyəti gəlişmələr ortamında anlaşıla bilər. Bu təhlildə bu soruya cavab verməyə çalışırıq ki, bugün İranda edam hakimiyyət quruluşunda hansı rol oynayır və son ictimai etirazlar və siyasi böhranlarla necə bir anlam qazanır? İranda edamdan siyasi istifadə etmənin uzun bir keçmişi var. Bu özəlliklə 1357-ci inqilabından sonraki illərdə, o cümlədən 1360-cı illərdə siyasi müxalif qruplara qarşı geniş şəkildə işə aparılıb. O dövrdə minlərcə siyasi məhbus qaranlıq və adilanə olmayan məhkəmə proseslərində edam edildilər. Sonraki 10 illiklərdə siyasi və ictimai dəyişikliklərə baxmayaraq edamdan ictimai etirazların qabağını almaq üçün bir qorxutma aracı, yəni əbzarı kimi istifadə etmək yöntəmi davam etdi. Bu tarixi keçmiş səbəb olub, İranda edam məsələsi hər zaman siyasət, əmniyyət və ictimai kontrolla bağlı şəkildə təhlil edilsin. İrandakı siyasi edam dalğalarının ən önəmli özəlliklərindən biri qəzai yargılanmanın sürəti və müttəhəmlərin müstəqil vəkilə əl tapmasının şiddətlə məhdudlaşdırılmasıdır. İnsan haqları raporları göstərir ki, bu edam pərvəndələrinin bir çoxu çox qısa zaman içində və ən aşağı adilanə yargılama standartları ilə araşdırılıb və hökmlər kəsilir. Bu məsələni başa düşmək üçün ilk öncə buna diqqət etməliyik ki, çoxlu ölkələrdə olduğu kimi İranda da edam cəzası cəza qanunları çərçivəsində tanımlanıb. Amma əsli məsələ sadəcə bu cəzanın var olması deyil, bəlkə də onun necə istifadə olunması, istifadə genişliyi və ətrafındakı siyasi zəminələrdir. Uluslararası insan haqları təhlillərində hər zaman bu sorun ortaya atılıb ki, edam hökmləri sadəcə bir keyfəli cəzadır, yoxsa bəzi hallarda siyasi və əmniyyəti idarə etmə aracına çevrilir. İrandakı geniş ictimai etirazlardan özəlliklə 1396, 1398 və sonrası 1401 və 1404-cü illərdən sonra ölkənin siyasi fəzası get-gedə daha çox əmniyyəti bir ortama çevrilib. Bu məsələ o deməkdir ki, ictimai fəaliyyətlər, mədəni etirazlar və hətta media fəaliyyətləri hər zamankindən daha çox milli güvənsizlik anlayışları çərçivəsində yozulur. Belə bir fəzada siyasi suç, mədəni etiraz və əmniyyəti ittihamlar arasındakı mərz bəzən çox mübhəm olur və bu ibhamda ölkə içində və xaricində geniş həssasiyyətlərə yol açır. Bu çərçivədə bəzi insan haqları raporları və uluslararası qurumlar iddia ediblər ki, etirazlarla bağlı pərvəndələrdə edam kimi çox ağır hökmlər vermək üçün ağır əmniyyəti ittihamlardan istifadə edilib.
Baxmayaraq ki, İranın rəsmi məqamları bunu həmişə qanunun icrası və əmniyyəti təhdidlərə qarşı durma çərçivəsində izah ediblər, amma dövlətlər, qəzai qurumlar və insan haqları təşkilatları arasındakı çəlişkili anlatı hələ də davam edir. Bu olayı təhlil edərkən ən önəmli nöqtələrdən biri toplumun idarə etməkdə qorxu siyasətinin roludur. Siyasi bilimlərdə qorxu siyasəti deyilən qavram dövlətlərin xalqın davranışlarına etki buraxmaq üçün şiddətli cəza və ya güc nümayişi aracılarından istifadə etdiyi vəziyyətə işarə edir. Bu çərçivədə bu edam hökmlərindəki amac sadəcə bir şəxsi cəzalandırmaq deyil, bəlkə də topluma mesaj göndərməkdir. İran haqqında yayılan bir çox təhlillərdə bu baxış ortaya qoyulub ki, siyasi və ya əmniyyəti pərvəndələrlə bağlı edamlar bəzi hallarda belə qorxuducu ya bazılarında işləvə malik ola bilər. Bu təhlillər belə istidlal edirlər ki, ictimai narazılığın artdığı şəraitdə dövlətlər ümumi fəzanı kontrol etmək üçün daha sərt aracılara əl ata bilərlər. Bunun qarşısında İran hökumətinin rəsmi baxışı vurğulayır ki, verilən bütün hökmlər iç qanunlar əsasında və qəzai proses keçdikdən sonra icra olunur və amac sadəcə ümumi əmniyyəti qorumaqdır. Amma məsələ təkcə hüquqi düzeydə qalmır. Bu qonunu geniş bir siyasi tartışmaya çevirən şey bu hökmlərin ictimai və rəvani etkisidir. Xiyaban etirazlarının, siyasi gərginliklərin və iqtisadi böhranların aralıqlı olaraq baş verdiyi bir toplumda hər hansı bir şiddətli cəzanın icrası sürətlə ümumi fəzada əks-səda tapıb və siyasi dialoqun bir parçasına çevrilə bilər. Bu arada mediaların çox önəmli bir rolu var. Hökumətə bağlı medialar ümumiyyətlə bu məsələni əmniyyəti təhdidlərlə qarşı və ölkədə düzəni qorumaq çərçivəsində rivayet edirlər. Halbuki uluslararası medianın böyük bir qismi və insan haqları qurumları bunu siyasi bastırma ya sərkub çərçivəsində təhlil edirlər. Başqa bir yöndən bu məsələnin ictimai zəminələrinə də diqqət yetirmək lazımdır. İran son illərdə kökü iqtisadi, ictimai və siyasi sıxıntılara dayanan bir sıra geniş etirazlara şahid olub. Bu etirazlar toplumun bir çox bölümləri ilə hakimiyyət yapısı arasındakı bir növ çatlağı göstərir. Belə bir şəraitdə hər hansı bir şiddətli əmniyyəti qarşı vermə məsələni həll etmək yerinə gərginliklərin daha da şiddətlənməsinə yol açır. Bölgəsəl və uluslararası düzeydə İranda edam məsələsi hər zaman tənqidlərin əsas məhvərlərindən biri olub. Uluslararası insan haqları qurumları dəfələrlə edam cəzasının özəlliklə də siyasi pərvəndələrdə məhdudlaşdırılmasını və ya dayandırılmasını istəyiblər. Bununla belə İranın içində güc yapısı baxımından məsələyə başqa bir şəkildə baxılır. Bu açıda hər hansı bir geniş və ya mütəşəkkil etiraz siyasi sübata bir təhdid kimi sayılır və sonucda sərt qəzai və əmniyyəti aracılarla ümumi düzəni qoruma siyasətinin bir parçası kimi istifadə edilir. Bu baxışların yanında bu kimi siyasətlərin sosial sonuclarına da diqqət yetirmək gərəkir. Ən önəmli sonuclardan biri toplumda psikolojik ya ruhi inamsızlıq duyğusunun artmasıdır. Toplum geniş bir teyfdəki siyasi və ya sosial aktivliklərə görə çox ağır cəzaların verilə biləcəyini hiss edəndə bunun təbii nəticəsi ümumi qatılımın azalması, özünü sansor etmənin artması və sosial güvənin azalması ola bilər. Başqa bir baxışdan bu durum siyasi fəzanın daha da qutupləşməsinə yol aça bilər. Belə bir şəraitdə hər hansı bir qəzai və ya əmniyyəti hadisə tezliklə media fəzasında əks olunur və siyasi qarşıdurmanın bir parçasına çevrilir. Sonucda bunu vurğulamaq gərəklidir ki, İranda edam məsələsinə yalnız hüquqi və ya üstəlik yalnız siyasi açıdan baxmaq olmaz. Bu qonu bir neçə sahənin kəsişmə nöqtəsində yerləşir. Hüquq, siyasət, əmniyyət, cəmiə və media. Bu qonuya hər hansı bir boyutlu ya təkbodi baxış, yarımçılıq bir görüntü üzə çıxaracaqdır. Bütün bu məsələlərlə yanaşı İranda edam məsələsinin bütün hüquqi, siyasi və əmniyyəti boyutlarının yanında son aylarda müşahidəçilərin diqqətini öncəkindən daha çox çəkən etken əmniyyəti baskıların etnik bölgələrə, o cümlədən Azərbaycana doğru genişləməsidir.
Təbrizdən İrfan Şəkurzad və Qoşaçaydan Yaqub Kərimpur da daxil olmaqla bəzi Azərbaycan türk vətəndaşlarına qarşı edam hökmlərinin çıxarılması və icra edilməsi siyasi və media fəzasında bu sorğunu yaradıbdır ki, İranda əmniyyəti baskı modeli yeni bir mərhələyə qədəm qoyubdurmu, yoxsa yox? Keçmiş illərdə siyasi və əmniyyəti pərvəndələrdə dəfələrlə təkrarlanan düşmən dövlətlə əməkdaşlıq və ya casusluq kimi ittihamlar indi Azərbaycan fəzasında daha da böyük bir səslə yankılanır. Azərbaycan-İran çağdaş tarixində hər zaman ölkənin siyasi və sosial dəyişikliklərində ən önəmli və etkili bölgələrdən biri olmuşdur. Seyid Cəfər Pişəvərinin milli hökuməti dönəmindən tutmuş 1357 inqilabından sonraki 10 illiklərdə Azərbaycanlı siyasi və mədəni fəallar bir çox etiraz axımlarında və siyasi dəyişimlərdə rol oynamışlar. Və məhz bu məsələ bu bölgəni əmniyyəti qurumlar üçün həssas sahələrdən birinə çevirmişdir. Keçmiş illərdə bəzi təhlilçilər belə düşünürdülər ki, Cümhuri İslami siyasi, sosial və bölgesel mülahizələrə görə Azərbaycanın siyasi fəzası ilə toqquşmada daha ehtiyatla davranır. Lakin son gəlişmələr göstərir ki, bu mülahizələr bir qədər dəyişiklikə uğramışdır. Eyni zamanda mədəni və siyasi aktivlərin bir hissəsi siyasi və əmniyyəti edamların tədrici olaraq normallaşdırılması barədə xəbərdarlıq edirlər. Onların baxışına görə baskı sürəcindəki ən təhlükəli mərhələ toplumun başqasının cəzalandırılmasına və yox edilməsinə qarşı öz təprisini itirdiyi zaman formalaşır. Elə bir durum ki, orada bir qrupun edam edilməsi başqa bir qrupun məsələsi hesab olunmur və ümumi həssaslıq tədricən azalır. Belə bir çərçivədə bəzi müşahidəçilər inanırlar ki, Azərbaycan, Kürdistan, Bəluçistan və Əl-Əhvaz kimi bölgələrdə əmniyyəti toqquşmaların genişlənməsi yalnız bir qəzai məsələ deyil. Bəlkə böhranlı şəraitdə siyasi ortamı idarə etmək və sosial narazılıqları kontrol altında saxlamaq cəhdlərinin bir hissəsidir. Buna baxmayaraq, tarixi təcrübə göstərmişdir ki, baskı və ağır cəzalara arxalanan siyasətlər qısa müddətdə ümumi fəzanı kontrol etməyə yardım etsə də, uzun müddətdə dövlət ilə toplum arasındakı uçurumu daha da dərinləşdirir və siyasi və sosial gərginliklərin artmalarına çevrilir. Sonuçda əsl sorğu heç dəyişmədən qalır. Ağır cəzalardan yararlanmaq siyasi sübatı saxlamağa gətirib çıxara bilər, yoxsa uzun müddətdə daha çətin və qarmaşıq sosial və siyasi sonuclar yaradacaq? Bu sorğunun cavabı sadə deyil və baxış bucağından asılı olaraq dəyişə bilər. Lakin aydın olan odur ki, bu qonu son illərdə İranın ən önəmli və münaqişəli siyasi məsələlərindən biri olaraq qalmaqdadır. Dəyərli Araz News müxatəbləri, əziz soydaşlarımız, gündəm verilişinin sonuna gəldik. Gördüyümüz kimi, tarixə söylənən həqiqət budur ki, baskı və qorxu siyasəti qısa müddətdə səsləri kəsə bilsə də, uzun müddətdə heç bir dövlətə daimi sübat gətirməyib. Bugün Azərbaycan, Kürdistan, Bəluçistan və başqa bölgələrdə ağır hökmlərin genişlənməsi toplumun köklü iqtisadi və siyasi böhranlarını həll etmir. Bəlkə bu çatlaqları daha da dərinləşdirir. Ən böyük təhlükə isə edamların tədrici olaraq normallaşdırılması və toplumun bu ağrılar qarşısında öz təprisini itirməsidir. Amma tarix həm də onu göstəribdir ki, Azərbaycan heç zaman haqsızlıq qarşısında uzun müddət səssiz qalmayıb. Əsl sorğu hələ də cavabsız qalır. Bu ağır cəzalar hakimiyyəti qorumağa yetəcək, yoxsa uzun müddətdə daha çətin və qarmaşıq siyasi sonuclar doğuracaq? Bu sorğunun cavabını zaman göstərəcək. Bizi izlədiyiniz və bizə güvəndiyiniz üçün təşəkkür edirik. Gələn verilişlərdə yenə də sizin səsinizlə qaydırıq. Sağ olun, özünüzə yaxşı baxın. Çox səsliliyin səsi Araz News radiosunu dinləyirsiniz.